İslam'a qarşı Dəccalın ən böyük ordusu xurafatçılar. Birinci hissə. Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İslam dini sevgini, dostluğu, qardaşlığı, sevinci, gözəlliyə, incəsənətə və elmə dəyər verməyi, qadını layiq olduğu kimi dəyərləndirməyi, bağışlamağı, qısaca gözəl olan hər şeyi əmr edir. Xurafatçılıq isə xurafatlarla və bidətlərlə tam fərqli bir din ortaya çıxarır. Sevginin olmadığı, nifrətin və qəzəbin hakim olduğu, təmizliyə, incəsənətə və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan edildiyi, qadınlara və uşaqlara qarşı şiddətli qəzəbin duyulduğu bu sistem şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün qurduğu bir tələdir. Allahın izni ilə bu bəla Həzrəti Mehdi vasitəsilə tamamilə aradan qalxacaq. Xurafatçıların Quran-ı Kərimdə və hədislərdə bildirilən və onları bizə tanıdan xüsusiyyətləri var. İndi bu xüsusiyyətlərdən bəziləri ilə tanış olaq. Xurafatçıların məqsədi Quranı insanların həyatında tətbiq etdirməməkdir. Xurafatçılar Quranda olmayan şeyləri İslam dininə aid etməyə çalışırlar. Quranda öz xurafatlarına uyğun gəlməyən hökmləri və əmrləri də rədd edirlər. Quranın sevgini, şəfqəti, qardaşlığı, sülhü tövsiyə etməsi, Quranda bütün gözəlliklərin təriflənməsi, incəsənətin, elmin təşviqi onlarda böyük qəzəb hissi doğurur. Elə buna görə də Dəccaliyyət Qurana əsaslanan İslam dinini içindən parçalamaq və aradan qaldırmaq üçün xurafatçılardan istifadə edir. Xurafatçılar Dəccalın ordusudur. Mürtəceylik, fanatizm və xurafatçılıq İslama qarşı Dəccalın ən böyük ordusudur. Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və səlləm bunu bir hədisində xəbər verib. Ümmətimdən başı sarıqlı 70 min alim Dəccala tabi olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu hədisi ilə Dəccal tərəfdarı olaraq Allah dostlarına qarşı fəaliyyət göstərən, dinə ən çox zərər verməyə çalışan əsas qrupun özünü müsəlman olaraq göstərən xurafatçılar olduğuna diqqət çəkmişdir. Xurafatçılar sevgiyə düşməndirlər. Xurafatçılar bütün gözəlliklərə nifrətlə baxırlar. Çiçəyə nifrət edir, uşağa nifrət edir, pişiyə, itə, dovşana nifrət edirlər. İçləri və ruhları bomboşdur. Ruhlarında sevgiyə aid heç bir şey yoxdur. Xurafatçılar sevilməzlər, həyatları qapqaranlıqdır. Xurafatçı heç kəsi sevmədiyi kimi özü də sevilməz. Xurafatçının məntiqinə və həyat şəklinə, düşüncə tərzinə hər kəs nifrət edər. Xurafatçıların özləri belə özlərinə nifrət edirlər. Bu səbəbdən öz aralarında belə daima ayrılıq və düşmənçilik hökm sürür. Heç bir zaman birlik şəklində rahat və xoşbəxt yaşaya bilmirlər. Her şeyleri kıl ya. Yani tip kıl, konuşma kıl, yürüyüş kıl, hareketler kıl, mantık berbat. Yani gıcıklığın içine batırmış çıkarmış. Yani tam kıl otu yani böyle. Gören de tabii doğal olarak nefret ediyor. Bir de biri üstüne üstlük o zavallına rağmen de enaniyetli ve kibirli, kafa acayip havada. Kimseyi beğenmiyor. Bir de alaycılığı, yani o zavallına rağmen bir de alaycı. Pis pis sırıtmalar, böyle alaycı sırıtmalar, kimseyi beğenmemeler, herkese tepeden bakmalar, adam yerine koymamalar. Abi Müslüman her an cehenneme gidebileceği düşüncesiyle son derece mazlumdur, boyun eğicidir. Ve sevgi doludur, şefkatlidir. Xurafatçılar eyni zamanda münafiqdirlər. Aslında yobazla münafık iç içedir. Yani yobaz aynı zamanda münafıktır. Samimi Müslüman hiçbir zaman için yobaz olmaz. Bak, yobazın ana özelliği münafık olmasıdır. Münafık ayetlerine baksınlar Kur'an'da, yobazı bulacaklar. Xurafatçılar qadın düşmənidirlər. Xurafatçılar insana dəyər vermir, heç bir canlı varlığa dəyər vermirlər. Ruhlarında incəlikdən, şəfqətdən və mərhəmətdən əsər əlamət yoxdur. Nəticədə xurafatçılar qadına da nifrət edir. Xurafatçıların əsas xüsusiyyətlərindən biri də qadın düşməni olmalarıdır. Qadınla ən aşağı təbəqə kimi davranmaq xurafatçılığın əsas xüsusiyyətidir. Kardeşim öyle bir kadın anlayışı var ki acayip aşağılıyorlar. Yani net 3. sınıf insanlar görüyorlar kadınları. Adam yerine koymuyor.
Bizim karı bilmem ne falan, işte karı dırdırı dinliyorum bilmem ne. Yani bir nefret var, kadın nefreti var yobazlarda ve gericilerde. Ben öyle değilim, kadınlara ben aşığım. Çok seviyorum, çok tatlı varlıklar. Yani bütün benliğimi kaplıyor onlara olan sevgi. Ya acıyorum bak, acıyorum, şefkat duyuyorum, korumak, kollamak istiyorum. Hepsini kıskanıyorum. Ya kim varsa hepsini kıskanıyorum. Aman zarar gelmesin diyorum yani, gelirse rahatsız oluyorum. Kadınlar için de Allah'a hamd edilir. Allah böyle bir güzel nimet verdi. Kadın düşmanlığı yobazların özelliğidir. Münafıkların özelliğidir. Nefret ederler kadınlardan. Allah'ın çok büyük bir nimetidir. Bak Peygamberimiz diyor ki bana 3 şey sevdirildi. 1. Gözümün nuru namaz. 2. Güzel koku. 3. Saliha kadın. Kadının aleyhinde olan hadislere inanmayın. Uydurma hadislere. Yani kadınları kötüleyen böyle yobazların, gözü dönmüş psikopatların izahlarına inanmayın. Kadın çok mübarek, muhterem bir varlıktır. Allah tarafından dünyaya bir süs, dünyanın en güzel süsü olarak yaratılmışlardır. O şeytanın fitnesidir. Şeytan kadına düşmandır. Şeytan kadından nefret eder. Darwinistler de nefret ederler. Evet hocam. Komünistler de nefret eder. Evet. Faşistler de nefret eder ve yobazlar da çok nefret ederler kadından. Yani kadını çok aşağılık 3. sınıf olarak görürler. Evet. Xurafatçılar yalancıdırlar. Xurafatçıların saxtakarlıqlarını örtbasdır edə bilmək üçün ən çox müraciət etdikləri yollardan biri yalandır. Yalan danışmağı vərdiş halına gətiriblər. Dillerinizin yalan yere nitelendirmesi dolayısıyla münafıklar, yobazlar acayip yalancı olurlar. Yani kudurmuş gibi yalan söylerler. Kur'an ona dikkat çekiyor. Yani müthiş yalan kabiliyetleri vardır. Yani yobaz dedim mi bil ki yalancıdır. Ama normal sosyal hayatında da yalancıdır. Yani münafık ve yobaz sadece din konusunda yalancı değildir. Yani yaptığı bir ahlaksızlık da yalancıdır. Bir konuda da yalancıdır. Kendini överken yalan söyler. Bir şey anlatırken yalan söyler. Sürekli yalan söyler. Yalan onun ilacıdır. Gıdasıdır. Yobazın. Kur'an buna dikkat çekmiş. Bak dillerinizin yalan yere nitelendirmesi dolayısıyla şuna helal, buna haram demeyin. Şu helal diyor. Neye göre? Benim kafama göre. Bu haram. Niye? Bu da benim kafama göre. Kur'an'da var mı? Yok.